bütün bunların arasında gözümüzdən qaçan bir məqam daha var. Deyək ki, iki nəfər var, A və B şəxsi. A və B ikisi də eyni davranışları eləyirlər. A da eyni davranışları eləyir, eyni hərəkətləri eləyir, eyni sözləri işlədir. Hətta bəzən bizim normada gülməyəcəyimiz zarafatları eləyir. B də eyni hərəkətləri eləyir. Lakin burada bir məqam var. Biz A-nın elədiyi hər bir şeyi normal qarşılayırıq, hətta bəzən ona qoşuluruq, zarafatlarına gülürük. Lakin eyni şeyi B elədiyi zaman ona eyni reaksiya vermirik. Hətta bəzən onun hərəkətləri bizi qıcıqlandıra bilir. Bəs necə olur ki, eyni davranışlar, eyni sözlər, eyni hərəkətlər hər iki şəxsdə bizdə fərqli reaksiyalar yaradır? Bunun cavabı odur ki, burada hərəkətlərin, sözlərin və yaxud da heç bir şeyin əslində önəmi yoxdur. Biz o hərəkətlərə, o sözlərə görə deyil də, həmin hərəkətləri, davranışları eləyən, o sözləri deyən şəxsin öz şəxsi xarakterinə görə o reaksiyaları veririk. Görürsünüz necə maraqlıdır.